Tovuz rayonunda 2003-cü il təvəllüdlü Fəhmin yetkinlik yaşına çatmayan Azadə ilə intim münasibətdə ittiham olunub. Məlumata görə hadisə 2025-ci ilin müxtəlif vaxtlarında rayonun kəndlərinin birində baş verib. Belə ki, Tovuz sakini Fəhmin qeyri-rəsmi ər-arvad münasibətində birgə yaşadıqları müddətdə 16 yaşına çatmayan 2009-cu il təvəllüdlü Azadə ilə cinsi əlaqəyə girib. Onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə ittiham elan edilib. Fəhmin elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Tovuz rayonunun kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Azadə ilə TikTokda tanış olub. Onun sözlərinə görə sevdiyi qızın anası onu qohumu ilə evləndirmək istəyib. Bu səbəbdən birlikdə Ağstafa rayonunun kəndində yaşayan qohumu ilə qaçıblar. Daha sonra Azadə ilə evlərinə köçüblər. Fəhminin sözlərinə görə həmin günlərdə Azadə ilə cinsi əlaqədə olublar. Bundan sonra ər-arvad kimi yaşamağa davam ediblər. Azadə isə hazırda hamilədir. O qeyd edib ki, bu zaman qızın 16 yaşı tamam olmamışdı. İş üzrə zərər çəkmiş Azadə gəncin ifadəsində dedikləri sözləri təsdiq edib. Anam məni qohumlarımızla evləndirmək istədi. 2025-ci ilin aprel ayında Fəhminlə telefonla danışan zaman razılaşdıq ki, gəlib məni yaşadığım qəsəbənin yaxınlığından götürsün. Birlikdə gedək. Danışdığımız kimi də etdik. Fəhminlə ailə qurmaq mənim ən böyük arzumdur. Ona qarşı heç bir şikayətim yoxdur. Zərər çəkmiş Azadənin anası Şəhnanın sözlərinə görə hazırda gənclər ər-arvad münasibətindədirlər və bir evdə yaşayırlar. Birlikdə yaşamalarına etiraz etmirəm. Azadə körpəykən ərimdən ayrılmışam. O atasız böyüyüb. Azadə bir müddət sığınacaq evində də yaşayıb. Cinayət işinə Tovuz rayon məhkəməsində baxılıb. Cinayət Məcəlləsinin 70-ci şərti məhkum etmə maddəsi tətbiq olunub və Fəhminə 1 il sınaq müddəti müəyyən edilməklə 1 il şərti cəza verilib.